Hər kəsə salam. Nisbət tənasüb faizin geniş bir izahına baxacaq və çoxluq demişdi ki, yəni sorğuda bu mövzunu izah edim. Həqiqətən də burada bəzi suallar olur ki, qarışıq düşə bilir və şagirdlər səhv yazır. İndi həmən sualları mən, yəni ətraflı həll tələb edən sual kimi düşsə belə düsturlarsız yazmaq formasını, baxın, məsələn, bu düsturlar heç lazım deyil. Bunlarsız yazmaq üsullarını öyrədəcəm. Baxaq, əvvəlcə nisbət nədir? Baxaq, nisbət nədir? Bir cəmiyyətin qiymətinin o biri cəmiyyətin qiymətinə bölünməsinin alınan qismətə nisbət deyilir. Nisbəti ya biz belə yazırıq, ya da belə yazırıq. Yəni, qısacası, nisbət gördünüzsə, birinci bölmə deməkdir. Yəni, nisbət varsa, demək, bölmə var deməkdir. Sonra baxaq ki, tənasüb nədir? Tənasüb bildiyiniz kimi iki nisbətin bərabərinə deyilir. İki nisbət bir bu şəkildə yazıla bilər, bir də bu şəkildə yazıla bilər. Yəni, biz iki nisbətin bərabərliyini tənasüb deyirik. Tənasübdə, baxın, belə yazdıqda A və D kənar həddlər, B və C isə orta həddlər adlanır. Bunun ikinci qaydası da odur ki, kənar həddlərin hasiyəni A ilə D-nin hasiyə, orta həddlərin hasiyə B ilə C-nin hasiyəsinə bərabərdir. Baxın, burada da tənasübün əsas xassiyəsi budur. Siz yəni o birisi xassiyələri öyrənməyinizə ehtiyacınız yoxdur. Yəni onu özünüz çıxara bilərsiniz rahat formada. Sonra keçək düz mütənasib və tərs mütənasib cəmiyyətlərə. Baxın, əgər bir cəmiyyətin qiymətini artırdıqda digəri də artırsa və yaxud əksinə birini azaltdıqda digəri də azalarsa, bu düz mütənasibdir. Məsələn, deyir 4 qələmin qiyməti 90 qəpikdir. 6 qələmin qiyməti neçədir? Baxın, 4 qələmin qiyməti 90 qəpikdirsə, 66 qələmci daha baha olacaq. Baxın, mən sayı artırdım, qiymət də artır. Necə mütənasibdir? Düz mütənasibdir. Bunu sizə çarpaz vurmadan, yəni çarpaz vurub bərabərləşdirmək bu ayrı yerində. Yəni, üsulu yəqin ki, hər biriniz bilirsiniz. 2-yə gedir, burada da 45, yəni x 135 çıxır. Yəni, bunu hamınız bilirsiniz. Bura birinci üsul yazıram. Bu olsun birinci üsul. İkinci üsul. Düz mütənasib cəmiyyətlərdə qeyd kimi yazaq ki, nisbət sabitdir. Yəni, buna aid suallar düşür. Necə düşür? İndi onu da deyəcəm. Nisbət sabitdir. Yəni, 4-ün 90-a nisbəti 6-ın x-in nisbətinə bərabər olmalıdır. Bunu bərabərləşdirsəz, yəni 135 alacaqsınız. Bəs nisbət sabitdirə aid necə suallar düşə bilir? Məsələn, qoyun bir dənə çəkim. Baxın, belə bir cədvəl olur, asıllıq. Bu funksiyada da rast gələ bilərsiniz. Yəni, belə bir suallara. Baxın, dəqiq indi yazıram. Yəni, haradasa da düzgün bölgü çəkmədim. Yəni, haradasa belə bir şey verilir. Y, x verilir. Məsələn, bura verir 2, bura verir 8. Buranı 4 verir, buranı x deyir. Məsələn, üçün deyirəm də. Buranı 24 verir. Buranı y deyir. Belə. Məsələn, buranı z deyir, buranı da 36 deyir. Tutaq 2 deyirəm. Sizə də məsələn deyir ki, x, y, z cəmini tapın. Və sizə də deyir ki, y ilə x düz mütənasibdir. Düz mütənasibdirsə, yadınızda saxlayın ki, nisbət sabit. Yəni, 1 bölək 4 nisbətində olmalıdır hər biri. 4-ün x-ə nisbəti, 1-in 4-ə nisbəti. Deməli, buradan x 16 çıxır. Deməli. X 16 çıxır. Bu birincisi. Sonra deməli, nədir? 2 bölək 8 bərabərdir y bölək 24-ə. Nə alınır? 8 vuraq y, 24 vuraq 2. Burada ixtisar geçsə, burada 1, burada 3 və y 6 çıxır. Y 6. Baxaq sonuncu z-imizə də. Nə deyir? 2 bölək 8 bərabərdir z bölək 36. Yəni, bu formada düşür. 36 vuraq 2, 8 vuraq z, bura 72, z-də 9. Cəm necəyir? 15-in üzərindən 16, 31. Yəni, isə bu formada düşə bilər. Nisbətin, yəni ən sabitdirin, ən belə çox istifadə olunduğu sual tipi bundadır hələ ki.
Bu düz mütənasib idi, düz mütənasiblik. İndi keçirik tərs mütənasibliyə. Tərs mütənasiblik nədir? Biz iki asılı cəmiyyətdən birini azaltdıqda digərini artırsaq və ya biri artanda digəri azalsa bu tərs mütənasibdir. Buna daha çox nələr aiddir? Fəhlədir, işçi hovuzdur. Bu məsələlər, sürət, zaman falan. Bunların çoxu tərsdir. Məsələn 6 fəhlə, baxın 6 fəhlə işi 12 saata görərsə 8 fəhlə necə saata görər? Baxın, mənim bir var 6 fəhləm olsun, bir də var 8 fəhləm. 6 fəhləm sayı azdır. Deməli, işi daha gec bitirər. Amma məsələn, fəhlənin sayını artırsam, işçi qüvvəm çox olsa, bu işi daha tez bitirərlər. Yəni, bu tərs mütənasibdir. Mən fəhlənin sayını artırdım, amma saat, işləmə saatları azaldı. Və qeyd edək ki, tərs mütənasib olduqda isə, əksinə, burada nisbət idi. Burada da hasil sabitdir. Burada da nədir? Hasil sabitdir. İstəsəniz, yəni videodan qeyd götürə bilərsiniz. Hasil sabitdir. Yəni 6-nın 12-yə hasili 8-in x hasilinə bərabərdir. X də 9-dur. Yəni bunda belə yazırıq. Yəni bu heç də tərəf-tərəfə vurub bölmə üsulunu yəqin hamı bilir. Düz mütənasib və hissələrə bölmə verib, amma tərs yoxdur, onu deyəcəm. Düz mütənasib isə, məsələn, 72-ni 2/4 nisbətinə bölürsünüzsə, buna k deyirsiniz. 2k, 3k, 4k cəmi 72-yə bərabər edirsiniz. 9k, 72, k 8. Bölsək, baxın, 1 2k idi. 2 vuraq 8, 3 vuraq 8, 4 vuraq 8. Ədədləri də tapırıq ki, 16, 24 və 32-dir. Bir də var indi, məsələn, sizə desək ki, 72-ni 2/4 ədədləri ilə tərs mütənasib bölün. Tərs mütənasib desə, bunun tərsini götürürük. Yəni 2-də 1k olur, deməli 3-də 1k olur, 4-də 1k olur. Ən asan yol bunların əkobunu tapmaqdır və düz mütənasib hissəyə çevirməkdir. 12 də əkоб var. 12-yə vursanız 6k, 4k, 3k. İndi burada 72 yox, məsələn, nədir də nə bilim, verirəm 39 tutaq ki də, yəni cavab çıxsın deyə deyirəm. Cəmi də 13k-dır. 13k isə 39 verib. K 3-dür. K 3-dürsə, deməli bir ədədimiz 18-dir. Dəqiqə. Bu ədəd 18-dir, bu 12-dir, bu da 9. Yəni bu tərs mütənasib hissəyə bölmə də belədir. Bu da çox işlənəcək, çox qabağınıza çıxacaq. İndi keçək ən əsas faiz məsələlərinə, faizə. Bildiyiniz kimi ədədin %1 hissəsi faizdir. Ədədin faizin ədədə çevrilməsi də. Biz əgər faiz ədədə çevirirsə 100-ə bölürük. Amma ədədi faizə çevirirsə 100-ə vururuq. Baxın, məsələn, 0,3 faizi çevirsəniz 100-ə vuracaqsınız. Amma 0,3 faizi ədədə çevirsəniz onda 100-ə böləcəksiniz. Bu qədər bəsitdir. Ədədin faizinin tapılması bilirsiniz ki, göstərilən faiz göstərilən ədədə vurub bölürük 100-ə. Məsələn, burada bunu yazaq. Bunlar gedir, cavab 12 qalır. Bu da belə. Amma məsələn, sizə desəydi ki, 30 faizi 40 olan ədəd tapın. Və yaxud da ki, baxaq, buna da nümunə vermiş olmalıdır. 60 faizi 72 olan. Onda əksinə 72-ni vurursunuz 100-ə, bölürsünüz 60-a. 7200-də 60-a böləndə cavab 120. Bir də baxın, məsələn, deyir ki, 2 ədədin faiz nisbəti. Məsələn, deyir 5 ədədi, məsələn, öyle demək, 4 ədədi 5-in neçə faizidir? 4-ü 5-ə bölüb vururuq 100-ə. Neçə faizdir? 80 faizdir. İndi, baxın, OTK-da da belə bir sual düşmüşdü. İndi sizə onu göstərəcəm. Göstərəcəm, indi də şifahi deyim. Deyirdi ki, 1 kiloqram 1 tonun neçə faizidir? Bilirsiniz ki, 1 ton 1000 kiloqramdır. Deməli, 1/1000'dir. Cavablarda 1000-də 1-də var idi, 100-də 1-də var idi, 10-da 1-də var idi, 1 də var idi. Bu var idi. Bax, hissə demirəm, faiz deyir. Faiz deyirsə, mütləq 100-ə vurmalısınız. Nə olur? 2 0 ixtisara gedir. 1/10 cavab 0,1 faiz. Yəni buna mütləq diqqət edin ki, hissə mi deyir, faiz mi deyir? Şu cəmiyyətin artıb azalması. İndi mən bunu bu düstursuz yazacağım. Deyir 500 manatdan idi. Bax 500 manat bunun 100% qiymətidir.
Baxaq. 500 manat 100% qiymətdir. 400 manata endisə neçə faiz azalır? 500-ü 400-ə neçə manat azaldı? 100 manat. 100 manata da x deyirəm. 100 vuraq 100 bölək 500. İxtisar gedir. Burada 1, burada 5, 100-də 5-ə bölsəz 20. Yəni bu da belə. Yəni əzbərləməyinizə heç bir ehtiyac yoxdur. Baxın, bu düsturda lazım deyil. Sadə faiz artımı, mürəkkəb faiz artımı çox işlənmir deyə onu demirəm. Yəni beyninizi qatmayaq. Məhlul məsələləri ən vaciblərindən. Elə bu sualı baxın bunlarsız izah edəcəm. 20 litr 30% duz məhlulu. Gəlin bu sualı ayrılıqda baxaq. Baxaq. Deyir 20 litr 30% duz məhlulu. Yəni 20 litr məhluldur. Bunun 30% duzdur. 20-nin 30% neçədir? 6 litr duzdur. Hətta geniş yazıram. 14 litr sudur. Bu budur. Bu birinci hissə. 30 litr məhlul. 30 litr məhlul. 30'un 40% duzdur. Yəni 12 litr duz. 18 litr su. Su. Deyir qarışdırılarsa, yəni baxın 20 ilə 30'u qarışdırır. Nə olur? 3 ilə 50 olur. Deyir ki, duzluluq faizi nə qədər olur? Duzların da miqdarı toplanır. 6 ilə 12 olur nə? 18. İndi faizi tapmaq istəyiriksə, təbii ki, ədədini alırıq, 100-ə vururuq. 100 ilə 50 ixtisar gedir. Burada 2, burada 1, 18 2-yə vursanız 36 faiz. Cavab budur. Baxın, burada 36 alıb. Yəni, düstursuz yazmağın yollarını öyrənmək lazımdır. Çünki ətraflı həll tələb edən düşdükdə bunu yazsanız 0 bal. Baxaq buna, yenə buna ehtiyac yoxdur. Gəlin həll edək, bu da lazım deyil. Deyir ki, 20%, üzr istəyirəm. Bu misalını verməyib. Gəlin buna özümüz misal deyək. Görək, misal tapın, bunu işləyək. Aha, deməli, ona aiddən belə bir sual tapdım. Deyir, kvadratın, buraya yazıram, tərəfini, özür istəyirəm, tərəf deyilmiş, perimetriymiş. Perimetrini 10% artırsaq plus qoyuram. Deyir sahə neçə faiz artar? İlk öncə perimetr nəyə bərabər? 4 aya. Yaza bilərəm ki, perimetr bölünsün A4. Nisbət sabitdir uşaqlar. Nisbət sabitdirsə bu nədir? Düz mütənasib. Düz mütənasib. Deməli, perimetr neçə faiz artırsa, tərəf də o faiz. Yəni, perimetr 10% artıbsa, tərəf də 10% artacaq. Bu belə asıllıq tapmaq daha asandır. Tərəf aid 10% artdı, oldu 110%. Yəni, 1,1'a. Əmsal 1 idi, oldu 1,1'a. İndi baxın, əmsal 1 olanda sahə A kvadratıdır. 1,1 olanda 1,21 A kvadratı. A kvadratı 100'dür. Və 1,21 A kvadratı da, baxın, bu 100% idi, bu da 121%. Neçə faiz artmış oldu? 21%. Deməli, doğru cavab 21%. Yəni, bunu da gördüyünüz kimi heç bir düstur əzbərləmədən bunları da həll etmək mümkündür. Sual tiplərinə də, yəni çox bir hissəsini izah elədim, ancaq yenə də var. Yəni hansı sual tipi lazımdırsa, yəni başa düşmədiyiniz, onları da qeyd edərsiniz. Yəni də izaha davam edəcəm. Nisbət tənasüb faiz bölməsindən shortslarda gələ bilər. Və bu qədər.